Bizdə buna xəl deyirlər. Harda düzəltdiniz? Hə, aşağı məhəllədə. Nədən düzəltdiniz? Göstərə bilərsən? Qaz turbalı ilə, taxta, bir də parça ilə. Qusar şəhərinin mərkəzi küçələrinin birindəyik. Yağan qar və yolların buz bağlaması bir çox sakinlərin qayğısını artırsa da uşaqların 2 qat sevincinə səbəb olub. Gecə saatları olmasına baxmayaraq burada yaşayan uşaqlar küçələrə axşaraq buz üstündə bax belə sürüşərək əylənirlər. Gedək? Getdik. Gəl. Hamımız çox sevinirik. Yəni dostlarla yığışırıq, sürüşürük. Hərdən olur uşaqlarımızdan yıxılır, əzilir, amma heç nə olmaz. Qar bizim sevincimizdir. Saat hardasa 6-dan başlayırıq, axşam 6-dan. Yəni saat 1-ə, 2-yə qədər, gecəyə qədər buradayıq. Təxminən 100 nəfər, 200 nəfər yığışırıq hər axşam. Mən 4-5 yaşımdan sürüşürəm. Xizəyim olub. Yəni xizəyi evdə düzəldirik özümüz üçün. Dədəmiz, atamız, babamız düzəldir. Hamı sürüşürük, əylənir bir yerdə. Xəzinə ilə, ayaqqabla, podnosla, nə əl düşür, sürüşürük də. Biz balacalıqdan burada sürüşürük, xoşumuza gələn yer buradadır. Hətta xizək olmayanları bilə ayaqla sürüşür, hətta böyüklər də bizə burada qatılır. Dərsdən sonraki boş vaxtımızı səmərəli keçirməyə, əyləncəli keçirməyə çalışırıq. Burada sadəcə oğlanlar deyil, qızlar da bir yerdəyik. Yəni çoxları gedib öyrənirlər, biz isə balacalığımızdan beri xizək sürərək artıq professionallaşmışıq. Artıq burada əyləncəli vaxt keçiririk. Yıxılırıq, amma gülərək davam edirik. Bu da bunun əyləncəsidir. Burada demək olar ki, hər yaşda uşaqlar var. Yanımda duran balacanın 4 yaşı var. Adəm indi təxminən 100 metr məsafəni qorxmadan sürüşəcək. Neçə yaşın var? 5. 5 yaşın var. Nə edirsən burada? Sürüşürəm mən. Necədir burada? Necə sürüşürsən? Nə ilə sürüşürsən? Belə sürüşürəm mən. Uşaqlığı yada salırıq, istirahətimizi eləyirik. Kirşədir, bu ləzgi dilində qəl deyirlər. Sürüşürük kirşənin üstündə. Hardasa bir 700 metr məsafə var, az məsafə də gəl. Uşaqlıqdan elə öyrənməyə ehtiyac yoxdur. Hamısı öyrənib hazırdılar.